Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Bir daha söyləyirəm, hər zaman qapılarımız gözəl insanların üzlərinə açıq olsun. Əziz izləyicilər, mən sizlərə bir dənə premium, böyük, gözəl bir bağ evi, villa təqdim edəcəm. Bağ evimiz, villamız 4 fəsil yaşamaq üçün bu villamız yerləşir. Yerləşmə yerindəyim sizə. 28 May küçəsi, köhnə Makaronlu fabrikin küçəsi. Bu dalanda Bahar küçəsi var. Hansı ki, bu küçə Bahar küçəsidir. Bahar ayında yox, yaz ayında yox, Bahar küçəsində sizə 10 sotun içərisində inşa olunmuş 2 mərtəbəli, 6 otaqlı, 5 dənə sanitar qovşağı, gözəl, keyfiyyətli tikintiyə malik olan bu böyük evi təqdim edəcəm. Böyük evin qiyməti, bu evin qiyməti bugünkü gündə 1 milyon 100 min manatdır. Startlı qiymət başlanğıcdır. Əziz izləyicilərimiz, bir daha söyləyirəm, evin torpağında, evin də sənədləri, kupçası, çıxarışı qaydasındadır. Əzizlərim, onsuz da heç bir dövlət idarələrində kupçasız evlərin alqı-satqısı olmur. Burada da ki, bizim paylaşdığımız evlərin hamısı kupçalı çıxarışlıdır. Biz kupçasız evlər çəkib müştərilərimizə təklif eləmirik. Təptəzə evdir, yaşayış olmayıb. 10 sot, 2 mərtəbə, 550 kvadrat. 6 otaqlı ev. Bu ev, bir daha söyləyirəm, 1 milyon 100 min manata start olaraq ev sahibi tərəfindən müştərilərimizə təklif olunur. Biz də çəkirik, sizə təqdim edirik. Üstü bağlı 2 maşınlıq qaraj. Həyətdə gördüyümüz, maşallah, landşaft çox qəşəkdir, çox xoşuma gəldi. O, özü xurma ağacı ilə evin qarşısında, evin həyətinə gözəllik verir. Darvazasını da gördünüz, pultla təchiz olunmuş. Darvazası var, avtomatik olaraq, həyət bütöv olaraq çox qəşəng və geniş görünür. Natiq, səndən bir xahiş edeyim, sən bir dənə oradan gəzə-gəzə belə get, oradan çıx, orada texniki otaq da var. Açma, hələ oradan keç belə, oradan çıx, mən səni orada qarşılayıram. Dəyərli izləyicilərimiz, evin yan hissəsində belə bir söhbətgah var. Bura söhbətgahdır. Üstün istəsiz bağlayarsınız. Oturub söhbət eləmək üçün, dincəlmək üçün. Natiq, o daşlar buradan düşüb. Bu aşıq, bu gül aşağı. Mən düzəltdim onu. İndi çəkilişdən sonra daşları götürüb yığarıq bunun üstünə, qoyarıq bura, külə yatıb. Bu da hovuz. Aşma hovuzdur. 5 metrənin 10 metrəyə olan aşma hovuzdur. Buradan keçə bilərsən, yıxılarıq ha. İkimiz də keçəndə yıxılarıq. Evin yan hissəsində yerləşir. Ön hissəsində burada söhbətgah, yayqış mətbəxi var. Yayqış mətbəxi yerləşir. Həyət üçün nəzərdə tutulmuş, baxın, bu yelləncəklərdir. Lijanka kimi, şezlong kimi istifadə eləmək üçün. Amma ondan əlavə olaraq şezlonglar da var. Çox bahalı, qəşəng şezlonglar var. Yayqış mətbəxin içərisində yığılıb. Dəyərli izləyicilər, həyətin su anbarı, hovuzun motorxanası hamısı burada yerləşir. Həyətdə burada hovuzun yanında açıq duş var. Buradan məncə su da gəlir. Bax, gördüyümüz kimi su da gəlir. Yayda istifadə eləmək üçün. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı orada var idi. Evin bütöv olaraq texniki otağı oradadır. Bura yayqış mətbəxidir. Döşəməsi isə isti döşəmə ilə təmir olunub. Həm ümumi darvazaya baxan hissə cam balkondur, həm də hovuza baxan hissə cam balkondur. Tam mərkəzdə stul qoyulub, kreslolar. Bu şezlonglar da həyətindir. Çox qəşəng, keyfiyyətli və bahalı şezlonglardır. Həyətdə manqalini inşa olunmayıb, onun üçün barbekü aparatı alıb qoyublar bura. İstədiyiniz yerə aparıb qoyub kababınızı pişirə bilərsiniz. Nə istəsiniz? Allah xeyir versin. Hər zaman evdə ətiniz olsun, yeməyiniz olsun, qonaqlı qaralı olasınız. İndi isə keçək biz evin daxilinə. Evin daxilinə keçməmiş sizə bir şey də deyim. Bura mətbəx otağıdır. Düzdür, Natiq? Bəli, sol tərəf mətbəx otağıdır. Sağ tərəf isə bütöv olaraq qonaq otağıdır. Qonaq otağının da qarşısında görürsünüz, gördüyümüz kimi oturub istirahət eləməyə yerimiz var. Kofe içməyə, çay içməyə, dincəlmək üçün gözəl bir evdir. Ağ rəngdə bahalı materiallarla tikilib, inşa olunub və rənglənib. İndi isə keçək evin daxilinə.
Gəlin at, gəl keçək. Hamısı bahalı daşlardır. Mən sizə bilə-biləkdən deyirəm ki, çox bahalı daşlardır. Evin fasadında işlənilən daşlar hamısı çox bahalı daşlardır. Evin içərisində bahalı, keyfiyyətli materiallardan da istifadə olunub. Evi təmir ediblər. Hündür tavandır. Geniş, gözəl bir girişi var evin. Çox qəşəng girişi var. Sol tərəfdə dediyim kimi mətbəx otağıdır. Mətbəx otağı düz boydan boya, o divardan bu divara qədər mətbəx mebeli yığılıb. Sonra qaz sobası 5 gözlü qoyulub, su hövzəsidir. Qalan dolablar da kim nə istəsə yerləşdirəcək burada. Bu da mətbəx otağının içərisində yerləşən çamaşırxanadır. Çamaşırxananın içərisində isə evin texniki otağı yerləşir. Kombisidir, boiler sistemidir. Əlavə də nə istəsiniz özünüz burada yerləşdirə bilərsiniz. Bu qapıdakı evin arxa hissəsinə çıxışıdır. Orada da gördünüz bayaq Natiq çəkdi, həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Ev yerdən kürsülü və keyfiyyətli inşa olunub. Bir daha söyləyirəm, sənədlər hamısı qaydasındadır. Evin qiyməti isə 1 milyon 100 min manatdır. Bu təklif olunan qiymət əlbəttə ki, başlanğıc qiymətdir, start qiymətdir. Çox qəşəng bir pilləkən qəfəsi var. Burada 100 kvadratlıq qonaq otağı yerləşir. Döşəmə hamısı keramogranitdir. İsti döşəmə ilə təmir olunub. Birinci mərtəbədə mətbəx, qonaq otağı, bir sanitar qovşağı, bir dənə də yataq otağı yerləşir. Buyurun. Ümumi sanitar qovşağı birinci mərtəbədə. Və yataq otağı birinci mərtəbədə. Yataq otağının da özünün daxilində qardırobu və sanitar qovşağı yerləşir. Bu da o deməkdir ki, birinci mərtəbədə 2 dənə sanitar qovşağı var. Əlbəttə ki, 2 mərtəbəli evlərdə, böyük 2 mərtəbəli evlərdə də birinci mərtəbədə yataq otağının olmağı çox yaxşıdır, çox gözəldir. Çünki baxmayın, hər birimizin evində yaşlı insanlar var. Pilləkənlə yuxarı düşüb çıxmamaq üçün birinci mərtəbədəki yataq otağından istifadə edə bilərlər. Buyurun, buradan da qalxaq ikinci mərtəbəyə. Qalx Natiq gəlin. Dəyərli izləyicilər, evin tikintisində beton kolonlardan, monolit betondan istifadə olunaraq inşa olunub və istifadə ediblər tam betondan. 400 marka, 500 marka betondan istifadə olunub. Armaturlar hamısı keyfiyyətli armaturlardan, bakı stildən istifadə ediblər. Təmirdə gördüyünüz bütün keramogranitlər hamısı zövqlü və gözəl seçilib. Divar kağızları ola bilər, kiminsə zövqünə uyğun olmaya bilər, amma bu evi belə təmir ediblər. Geniş, gözəl bir dəhlizimiz. İkinci mərtəbədə. Burada kiçik bir eyvanımız həyətə baxır və qonşularımız da maşallah hamısı qəşəngdir. Küçə özü çox qəşəngdir. Yaşıllıq, yerləşmə yeri də çox superdir. Pilləkənlə qalxan kimi sağ tərəfdə 2 yataq otağı. Ayda maşallah nə qəşəng görünür buradan boyu. Allah sağlığına qismət eləsin. Gözəl bir ev tikir. Üzbəüz yenə də yataq otağı. Necə? Hə, tavana çıxmaq üçün, dama çıxmaq üçün buradan çıxış qoyulub. Bu yataq otağı həyətə baxır. Bu ikinci yataq otağıdır. Hə, bir dənə də bir də var, bu üçüncü yataq otağı evin içərisində. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Dördüncü yataq otağı. Özünün daxilində sanitar qovşağı var. Və sonuncu, 5-ci yataq otağını sizə təqdim edəcəm. Bu çox böyük bir yataq otağıdır, əzizlərim. Bunu valideyn yataq otağı kimi mən sizə təqdim edəcəm. Baxın, pəncərələr hamısı vitrin, şəbəkə pəncərələrdir həyətə. Həyətdəki yerləşən palma ağacına baxır, həyətin yaşıllığına.
daxilinə keçən kimi qardırob otağıdır. Burada dolablar yığa bilərsiniz. Çox qəşəng bir dolablar çıxar. Sonra da gözəl bir sanitar qovşağı var. Qeyri-adi bir sanitar qovşağı var. Buranı istədiyiniz vaxtda buna jalüz vurarsınız. İçəri çöldən çox görünməsin. Amma elə də çox görünmür. Vannası, əlüzyanı, unitazı və ayrıca özünün duş kabinası. Dəyərli izləyicilərimiz, çox sağ olun. Bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı unutmayın.